Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib. Ziyarət zamanı 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Sovet ordusunun Bakıda və Respublikanın bir sıra bölgələrində törətdiyi hərbi təcavüz nəticəsində həlak olmuş günahsız insanların xatirəsi ehtiramla yad edilib, məzarları önünə gül dəstələri düzülüb. Ziyarət zamanı qeyd olunub ki, 20 yanvar faciəsi silahsız mülki əhaliyə qarşı ağır hərbi cinayət idi. Həmin gecə Sovet ordusunun tankları və zirehli texnikası dinc sakinlərin üzərinə yeridilib. Qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla yüzlərlə insan qətlə yetirilib və yaralanıb. Bu qanlı hadisə Azərbaycan xalqının iradəsini sındırmaq məqsədi daşısa da, əksinə xalqın milli özünü dərkinə və tarixi həqiqətlərin üzə çıxmasına səbəb olub. Daxili İşlər Nazirliyinin şəxsi heyəti vurğulayıb ki, 20 yanvar faciəsi heç vaxt unudulmayacaq. Həmin gün həlak olan günahsız insanların xatirəsi daim uca tutulacaq və bu hadisə gələcək nəsillərə tariximizin ən ağrılı səhifələrindən biri kimi ötürüləcək.